Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Günlərdir mətbuatın gündəmini zəbt edən Ramiz Mehdiyevin vurulmasının əsası 2020-ci ildə karantin qaydalarını pozaraq nəvəsinə toy etməsilə qoyulmuşdu. Həmin vaxtda qayda pozuntusuna görə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilmişdi. Bəs Mehdiyevlərin evini yıxan görüntüləri kim çəkib paylaşmışdı? Xəbər verilir ki, görüntüləri müğənni Aysel Teymurzadə çəkərək xəbər saytlarına ötürmüşdü. Hadisə baş verən zaman Ramiz Mehdiyevin kürəkəni müğənnini ittiham edərək bu sözləri demişdi. Filarmoniyanın direktoru Murad Adgözəlovun həyat yoldaşı Azərbaycanın Eurovision yarışmasında təmsil etmiş Aysel qərəzli videolar çəkib müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu haqda çox düşünmüşəm. Bundan sonra da araşdırma aparacağam. Bu sabotajdır. Akademik Ramiz Mehdiyevə qarşı sabotajdır. Onu cəmiyyət qarşısında nüfuzdan salmaq məqsədi güdür. Bugün dostuna xəyanət edən, sabah xalqına da xəyanət edər. Xatırladaq ki, 2020-ci ilin avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.